Azərbaycan xalqı, Azərbaycan vətəndaşları, düşünebilen təbəqə, düşünebilmeyen təbəqə, bütün etnos, xalq, hamısı bir yerde. Biz hamımız bir dənə canlı mexanizmik. Bugün müstəqillik günüdür, 28 may. Allah bizə müstəqilliyi çox görməsin inşallah. Heç kimə möhtac eləməsin. Necə ki sən evdə deyirsən, ay Allah məni dostuma, qardaşıma, əzizimə də möhtac eləmə. Azərbaycanı da heç kimə möhtac eləməsin. Bu bayram günü məhz müstəqil Azərbaycanın bir zabiti haqqında danışacağım. Komandir briqada olub. Çox gözəl insanlardan biri. Bəzən onu qəddar da sayırdılar, ancaq mən elə hesab eləmirəm. Adını çəkməyəcəm. Özüm bilərəkdən adını çəkməyəcəm. O görürdü ki, əskərin batinkası cırıqdır, paltarı cırıqdır və yaxud da ki, soyuqdur, forma adejda soyuğa uyğun deyil. Çağırırdı cavabdeh şəxsi, starşina rotadır, komandir rotadır, kimdir. Dəhşətli təhqir eləyirdi, dəhşətli. İndi deyəcəm, anlayacaqsınız, bu müstəqil Azərbaycanın yetişdirdiyi zabitdir. Bütün zabit heyətini salamlayıram. Səncərdə olanın, olmayanın, postda olanın, olmayanın. Deyirdi ki, bu əskərin batinkası cırıqdır, hava da soyuqdur, yerdə qar var. Buna gətir köhnə külə batinkadan da olsa ver salamatından. Ne olsun elə forma adezdə dəyişməyib, qış paltarı gəlməyib. Əvvəlki prizivlərdən salamat qalanları var. Gətir ver cinsin, ayağı quru olsun, islanmasın. Soyuq bunun börəklərin xarab eləməsin. Bu Azərbaycanlı balasıdır. Sən bunun əgər batinkası cırıq olsa, ayağı islansa, börəkləri xarab olacaq. Gedəcək ya, bax, ben necə deyir, elə də deyir, amma daskanalni. Ya sən qızımı alacaq, ya mənim qızımı alacaq. 3 il, 5 il yaşayacaq, börək xəstəliyindən öləcək, qızın qalacaq dul. Bax, o çox dərin, xalqın, millətin sevən bir insan idi, polkovnik leytenant idi. İndi də, bax, bütün hər şey, yəni, gizlədim, o balasına başa salmayayım, getsin, tutal məsəlsin, avariya düşsün, ölsün, əli kəsilsin, başı kəsilsin və yaxud da evinə bitki çörək pulu aparmasın. Xeyr, nəyi bilirsən? Sən aid olduğun xalqın, millətin, toplumun içindəsən. Anlatmalısan, başa salmalısan. Bu qədər.